Mən öncə təşəkkürümü bildirirəm, həm dəvətə görə, həm belə bir forumun təşkilinə görə təşkilatçıları təbrik edir, uğurlar arzulayıram. Əslində bizim mövzumuz çox önəmli və aktual bir mövzudur və çox sevindiricidir ki, biz bu tədbirləri müxtəlif otellərin, konferans zallarında keçirmirik, universitetlərimizdə keçiririk. Çünki universitet müəllim yetişdirir və bir də işə götürənlər var, bu sahədə çalışan insanlar var və bu əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyac var və birgə müzakirələrə böyük ehtiyac var. Yəni Şəmil müəllimgil həm də işə götürəndilər, müəllimləri işə cəlb edirlər. Slavyan Universiteti isə bizim müəllim yetişdirən universitetlərimizdən biridir və o mənada mən onu birinci qeyd etməliyəm ki, son vaxtlar biz Slavyan Universitetinin də sürətli bir formada dəyişdiyinin, inkişaf etdiyinin şahidiyik. Mən əvvəllər bu universitetdə çox olmuşam, keçən dəfə bir foruma gəldim, həqiqətən tamam özümü fərqli bir mühitdə, ab-havada hiss etdim və dəyişən sadəcə görünüş deyil, dəyişən həm də məzmundur. Bayaq mən Anar müəllimə dedim, biz görülən yaxşı işləri təqdir etməliyik. İnklüziv təhsillə bağlı ard-arda müxtəlif tədbirlər keçirilir. Bu universitetin qapıları müxtəlif təhsil forumlarına açıqdır və düşünürəm ki, bir doğru yolda universitet irəliləyir və inanıram ki, universitetin daha böyük uğurları olacaq. Eyni zamanda mən Şəmil müəllimə də uğurlar arzulayıram, təbrik edirəm. Təhsil menecerləri forumu, bu forumu, ümumiyyətlə təhsilə verilən töhfələr çox önəmlidir. Təkcə təhsil deyil, kitab, biz keçən həftə də kitabla bağlı çox önəmli bir sərgidə iştirak etdik. Bizim bir yolumuz var, o da təhsildir. Yəni, başqa bir yol yoxdur. Dünyada elə bir ölkə yoxdur ki, təhsilə önəm vermədən, dəyər vermədən inkişaf etsin. Və güclü olmaq üçün də biz təhsilimizi mütləq şəkildə gücləndirməliyik. Və bugün dünyada ümumiyyətlə təhsil sahəsində çox tendensiyalar gedir. Mən bunları diqqətlə izləyirəm. Problemlər var, bu bizdə deyil, dünyanın hər yerindədir və yalnız dövlətlə bağlı məsələ deyil. Amma mən düşünürəm ki, biz ümumiyyətlə çox ağır bir mərhələyə daxil olmuşuq. Bu bir pessimizm deyil, getdikcə təlim, tərbiyə, təhsil mühiti daha da çətinləşir. Çünki bu mühitə təsir edən faktorların sayı getdikcə daha da artır. Yəni, mən keçən dəfə də dedim bu tədbirin birində, İctimai TV-də də bu məsələni biz müzakirə edəndə, yəni son vaxtlar Türkiyədə bir neçə baş verən hadisə, bizim məktəblərimizdə baş verən hadisələr, onların bəziləri ictimailəşdirilir, bəziləri ictimailəşdirilmir. Amma bu tendensiyalar bizi ciddi bir formada narahat etməlidir və biz düşünməliyik ki, nə edək? Çıxış yolu nədir? Problem ondadır ki, yəni bu prosesdə təbii ki, bu dediklərim hamıya aid deyil. Ailənin rolu bu prosesdə çox zəifliyib. Ailə öz rolunu oynamır. Yəni, gəlin etiraf edək, mən düşünürəm, problemlərin də üstünə getməliyik. Bu, təbii ki, hamıya aid deyil. Ailələrin özünün bir hissəsinin yetərli tərbiyəsi yoxdur, bir hissəsinin vaxtı yoxdur, bir hissəsinin isə vaxtı var, öz övladına vaxt ayırmaq istəmir. Və bu da, təbii ki, uşaqların tərbiyəsinə ciddi bir formada təsir göstərir. Və düşünürəm ki, bu sanki yetərli deyilmiş kimi, bizi son vaxtlar narahat edən məsələlərdən biri də valideynlərin, məktəblərin işinə ciddi bir formada müdaxiləsidir. Və başqa bir problem də ailələrin övladlarını həddən artıq ərköyün böyütməsidir. Yəni, uşaq nə istəyir, valideyn onu edir və onu ərköyün formada böyüdür, bütün arzularını yerinə yetirir və biz də məktəb olaraq çalışırıq ki, həmən uşağı tərbiyə edək. Və biz buna çalışarkən də valideyn bir tərəfdən bizə mane olmağa çalışır. Sən mənim uşağıma söz deyə bilməzsən, sən mənim uşağıma niyə filan sözü dedin və bunlar hamısı ciddi bir formada bu prosesə təsir göstərir və yeni yetişən nəsil tamam fərqli bir nəsildir. Süni intellekt nəslidir, sosial media nəslidir
və burada bir sıra məsələlər var ki, mən düşünürəm ki, biz uzun illər təhsildə əsas prioritet olaraq götürdük təlimi, biliyi. Hamımızın əsas qayəsi o oldu ki, uşağı ali məktəbə girsin, diplom alsın. Hamımız səhər açılandan axşama kimi müəllim yanına, uşaq oxu və biz təhsili prioritet bir səviyyə gətirdik. Mən bunu dəstəkləyirəm, yüksək qiymətləndirirəm. Bu, Azərbaycan xalqının yüksək bir mənəvi keyfiyyətidir. Amma biz tərbiyəni biraz arxa plana qoyduq. Və mən düşünürəm, indiki proses odur ki, biz təzədən tərbiyəni prioritetləşdirməliyik. Yəni, təhsildə ən azından tərbiyə prosesi bərabər getməlidir. Bu gedir. Amma bu sahədə biz daha çox çalışmalıyıq. Çünki proses onu göstərir. Vaxtı ilə nəzəriyyələr var idi ki, dünyamız o qədər inkişaf edəcək ki, ümumiyyətlə dinlərə ehtiyac olmayacaq. Yəni, insanlar savad, bilik, amma savadlandıq, bilikləndik, bu qədər texnologiya, bu qədər nailiyyət, amma müharibələrin sayı artdı. Mənəvi aşınma getdi, mənəvi degradasiya getdi. Demək, bu bilik, savad yalnız yetərli olmadı. Ona görə də o mənada gələcəyin təhsili yenidən əsas istiqamət olaraq tərbiyə. Yəni, mən düşünürəm ki, savadlı insan həm də çox təhlükəli ola bilər. Yəni, o yalnız özünü fikirləşirsə, onun insafı, vicdanı, insanlığı yoxdursa, bu bizim üçün müəyyən problemlər də yaradacaq. O mənada birinci məsələ, ən vacib məsələ həm də tərbiyədir və burada da müəllimlərimizin üzərinə böyük bir missiya düşür. Yəni, Ulu Öndər deyirdi ki, mən müəllimdən uca tanımıram. Müəllimlik ən müqəddəs peşədir. Əziz və dəyərli müəllimlər, siz çox şərəfli, məsuliyyətli bir işlə məşğulsunuz və siz bizim gələcəyimizin memarlarısınız. Bizim gələcəyimiz sizdən çox asılıdır. Çünki müəllim kimdir? Müəllim yalnız bilik ötürəndir, mən düşünürəm, yox. Müəllim həm bilik ötürəndir, həm də dəyər ötürəndir. Bizim iki institutumuz var, bir ailəmiz, bir də məktəbimiz, bağçamız. Bu iki institut güclü olmalıdır və bunlara biz çox önəm verməliyik. Və bu mənada müəllim düşünürəm ki, öz şagirdinin, tələbəsinin qəlbinə toxunmağı bacarandır. İndiki bizim forumumuzda da mən gəlirəm ona ki, biz bugünə kimi təhsilimizdə əzbərçilik, yəni bu dünyada da belə gedib, Sovet dövründə də belə idi. Daha çox nəzəriyyənin üzərində durmuşuq, nəzəriyyəçiyik. Amma müasir təhsil onu göstərir və bu formunda düşünərəm, ana hədəfi, məqsədi biz nəzəriyyədən artıq bacarığa keçməliyik. Yəni, müəllim çox savadlı ola bilər, amma o biliyi ötürə bilirmi? Empati qura bilirmi? Ünsiyyət qura bilirmi? Uşağın qəlbinə daxil ola bilirmi? Yəni, bu artıq çox önəmlidir ki, biz bu nəzəriyyədən daha çox praktikaya keçib bacarıqları formalaşdırmalıyıq. Çünki bugün artıq mən bu Milli Məclisdə 200 manatla bağlı bir məsələ müzakirə olunur. Çox təəssüf edirəm ki, onu təhrif etdilər. O, bizim Milli Məclisin sırf bir qərarı deyil, aidiyyatı qurumlardan birinə gəlib, mən o fikri dəstəkləyirəm. Nə üçün? Burada müəllimlərin çox olmağından istifadə edib onu deyirəm. Müasir dövr təhsilində cəza effekt vermir. Yəni, siz faiz nisbəti ilə baxsaz, 1, 2, 3% effekt verə bilər. Amma mən sizə reallığı deyim. Bir məktəbimizdə bir hadisə olan kimi 5 gün mən ancaq jurnalistlərin telefonuna cavab verirəm. Cəmiyyət bütün günü müəllimlə bağlı müzakirələr aparır. Yəni, burada müəllimin hüququnun məhdudlaşdırılmasından söhbət getmir. Söhbət ondan gedir ki, artıq biz əgər uşağı bugün döyürüksə, onu psixoloji baxımdan zədələyirik. Bu, artıq müasir dövrün uşaqları tamam fərqli uşaqdır. Bizə müəllimimiz bir şapalaq vuranda biz 10 gün özümüzə gələ bilmirdik. İndi bu uşağa evdə, ailədə, məktəbdə özünüz görürsünüz, çox çətindir. Təbii ki, bu da hamıya aid deyil. Və o mənada artıq bacarıqlar, ünsiyyət, müəllim yaxşı empati bacarığına malik olmalıdır, empati qurmağı bacarmalıdır, müəllim psixoloq olmalıdır.
yaxşı ünsiyyət qurmalıdır, müəllim uşağı daha çox motivasiya etməlidir. Yəni evdə də səndən adam olmayacaq, instituta girməsən, evə gəlmə. Biz bunları artıq qoymalıyıq qırağa. Bizə nə lazımdır? Bizə psixoloji baxımdan sağlam gənclik, gələcək yetişdirmək lazımdır. Təbii ki, sistem olmalıdır, qayda olmalıdır, tələbkarlıq olmalıdır. Amma bu prinsipləri də gözləməliyik və o mənada da, yəni bugün bizim universitet sistemində də biz daha çox bilik və bəzən də açıq qeyd edək, bu dünyada da belədir, nəzəriyyə ilə praktika arasında böyük bir uçurum yaranır. Çünki biz universitetdə bir şey keçirik, amma gəlirik nəzəriyyədə, praktikada başqa şey görürük. Ona görə də bu nəzəriyyə ilə praktikanın birləşməsi, məsələn, mən bu tədbiri həm də ona görə yüksək qiymətləndirirəm ki, müzakirə edək. Bax, praktikada, bağçada bu problemlər var. Universitetdə bu biliklər verilirmi? Mən düşünürəm ki, universitet proqramlarını artıq işə götürənlər yazmalıdır, müəssisələr yazmalıdır. Ən azından birlikdə müzakirə edilməlidir ki, bax, sizin praktika, hansı çətinliyiniz var, hansı problemləriniz var? Biz proqramda nəyi dəyişək? Amma bugün proqram tamamilə fərqli, amma praktikaya gələndə tamam fərqli. Yəni bugün ümumiyyətlə o psixoloji vəziyyətlə bağlı, ümumiyyətlə indi biz bu problemlərin həm də kökündə insan psixologiyası durur. Psixoloji faktorların rolu həddindən artıq çoxdur. Yəni ciddi bir formada, çünki insanların çoxunun, yəni bax, indi mən tezdən internetdə baxırdım, bilmirəm, gördünüz, görmədiniz, yekunlaşdırıram yavaş-yavaş. Demək, bir şadlıq evi idi, ya bağça idi, ya məktəb idi. Uşaqlar pandanı cırıb dağıdırdılar. Mən baxanız oldu, yəqin qabağınıza çıxacaq. Nədir bu aqressiyanın səbəbi? Yəni bu panda və ya bir geyim geyinib, gəlib uşaqların arasında, uşaqları əyləndirmək istəyir. Uşaqlar hücum edib onu cırırlar, paltarlar. Yəni bu nədən irəli gəlir? Biraz aqressiya var. Çünki uşaq ünsiyyət almalıdır, qayğı almalıdır, diqqət almalıdır. Ailədə onu görmürsə, məktəbdə də görmürsə, uşaq artıq o gərginliyi yaşayır. Bax, burada mənim çox xoşuma gəldi. Biz niyə laylay çalırdıq? Uşaqlarımıza nağıl danışırdıq. Laylay elə sırf mahnı oxumaq idi deyin. O layla ilə biz sevgini ötürürdük, məhəbbəti ötürürdük, ünsiyyəti ötürürdük. Yəni insan həm də bir emosional varlıqdır, insan həm də bir mənəvi tərəf var. Bax, o mənada mən düşünürəm ki, bu tədbir çox maraqlı olacaq, çox faydalı olacaq. Proqrama baxmışam və çox önəmli məsələlər müzakirə olunacaq. Mənim rayonların birində başqa bir görüşüm var, ora gedəcəm. Bir daha təşkilatçılara təşəkkürümü bildirirəm, konferansın işinə uğurlar arzulayıram. Sağ olun.